Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə mən la nəbiyyə ba'də. Dəyərli qardaşlarım, danışmaq istədiyim mövzu elm və Quran ilə dolu həyat, faydasız vaxtının boşluğundan xilas olmaq. Belə ki, elm öyrənmək insanın ağlını nizamlayan, düşüncəsini aydınlaşdıran və haqqı batildən ayırma bacarığını gücləndirən ən mühüm yollardan biridir. Quranla məşğul olan insan isə bundan daha dərin bir nemətə çatır. O təkcə düşüncəsini deyil, eyni zamanda qəlbini də dirildir, ruhuna nur qazandırır və Rəbbi ilə bağını da daha da gücləndirir. Amma bunun əksinə olaraq, insan vaxtını məqsədsiz şəkildə, xüsusilə də faydasız və dağınıq məşğuliyyətlərlə keçirərsə, çox vaxt nə dünyası üçün real bir qazanc əldə edir, nə də axirəti üçün bir azuqə toplayır. Günlər keçir, aylar keçir, illər keçir, ömür azalır, lakin geridə qalan çox vaxt yalnız yorğun bir bədən və dağınıq bir qəlb olur. Allah Teala bizləri bu hala düşməkdən qorusun. Halbuki vaxt insanın ən qiymətli sərmayəsidir. Onu nə ilə doldurursa, əslində öz həyatını onunla formalaşdırır. Faydalı elm, Quran tilavəti və düşünülmüş vaxt isə insanın həm dünyasını nizamlayır, həm də axirətinə işıq olur. Allah Subhanahu taala bizləri vaxtını faydalı şəkildə keçirən qullarından eləsin. Esselamu aleykum və rahmetullahi və barakatuhu.